Salam dəyərli izləyicilər, İsmail rayon Uştal kəndindən təqdimatlarımız davam edir. İvanovka Göyçay yolunun üstündədir, asfalt yolunun üzərindədir. Uştal kəndində belə bir ev təqdim edəcəyik sizə. Sadəcə evinin qabağında da belə obyektlər hazırlayıb. Bura yaşayış obyekti kimi fəaliyyət göstərib, yəni çayxana kimi, marketi, kənd təsərrüfatı malları və s. kimi məqsədlərlə istifadə etmək olar. İndi davam eləyək. 8 sot həyətdir. Burada 8 sota daxildir. Bura həmən 8 sota daxildir. Bizim də olduğumuz yerdə gördüyünüz bu hissələr də hamısı və belə bir ev. Əsas biz sizə evin təqdimatını eləyəcəyik. 5 daş kürsü ilə tikilib. Kürsü hissəsi, yəni fundamenti və kürsü hissəsi daşlardandır. Yuxarısı kərpiclə tikilmiş bir evdir. Belə bir talı vardır. Gəlin sizə zirzəmi hissəsindən başlayaq. Təqdimata sonra qalxaq evi göstərək. Videonu sona qədər izləyin. Videoda tam ətraflı məlumat veririk. Qiymətini də deyirik, kvadratını da deyirik, hər şeyini deyirik. İşıq yanır. Belə bir zirzəmi hissəsidir. Yəni, buradan da baxa bilərsiniz. Burada cüt daşlandı. Bunlar da hamısı cüt daşla tikilib, hazırlanıb. Sadəcə yeri biraz qazıblar və betonlayıblar ki, bir boy hündürlüyündə olsun bura. Evin ümumi dəyəri 60.000 manatdır və evi alan adama traktoru endirimlə satacaqlar. Davam eləyək sizə evi göstərim. Buralar hamısı daşla tikilib. Buradan da 2 daş, yuxarısı da kərpic, amma o da cüt. Belə bir dəhliz bizi qarşılayır. Qarderobun qoyublar, hazır eləyiblər burada. Hamam otağından sanitar qovşaq, daha sonra paltar yuyan üçün yer, əl üz yumaq üçün yer. Yeni tikilmiş bir evdir. 2021-ci ildə tikilib bu ev yekunlaşıb, tam hazır olub, yeni təmir olunub. Gördüyünüz kimi də çox keyfiyyətli şəkildə də təmir ediblər, özləri üçün tikiblər. Gəlin sizə qonaq otağını göstərim. Bura. Qonaq otağıdır. Olduqca geniş, divarların qalınlığını göstərək. Hər dəfə modemi görəndə evdə kommunal məlumatlar yadıma düşür. Deməli, qaz, su, işıq, daimi hamısı dövlət xəttidir. Telefon xətti də çəkilib, yəni internet şəbəkəsi də var. Yerləşmə yeri çox gözəldir, düz asfalt yolunun üstündədir. İsmayıllıdan gəlirsiniz İvanovkaya, İvanovkadan üzü Göyçaya gedəndə Uştal kəndidir. Uştal kəndində yolun üstündədir bu ev. Mətbəx. Evdə yeganə olmayan bir şey kombi sistemidir. O da burada qaz sobalarından istifadə edirlər. Alan şəxs də kombi sistemini bura çəkdirə bilər. Elə də maliyyətli bir məsələ deyil. Evin ümumi dəyəri 60.000 manatdır. Ətraflı məlumat almaq üçün qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz. Gördüyünüz kimi belə bir qaz sobası quraşdırıblar evin içində. Bir dənə bu kifayət eləyir ki, bütün ev qızsın. Bura uşaq otağıdır. Yəni kiçik bir yataq otağıdır. Buradan da bütün otaqlar ilk işıqlı otaqlardır, pəncərələri var. Həyətə açılır. Evin özünün, sırf bu yaşayış sahəsinin özünün hasardan sərhəd deyil. Yəni hasardan aralıdır və bu da sonuncu bir kiçik bir yataq otağıdır. Burada da böyük yataq otağı var. Oranı sizə göstərməyəcəyik.
İnşallah almaq istəsəz gələrsiniz yerində baxarsınız. Belə dəyərli izləyicilər, ətraflı məlumat almaq üçün qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz. Hər kəsə bol şans, növbəti təqdimatlarda görüşmək ümidi ilə.